Salam əziz dostlar. Çox gözəl. Salam aleyküm əziz dostlar, xoş gördük. Mən bu günləri çalışırdım ki, sorulara cavab verim. İş gəldi, çıxdım gəlməyə məcbur oldum. Gəldim də iş olmadı, burada iş gözləyirəm. Amma bir dana o söyüş verənlərdən ki, çox ağır söyüşlər verirdi. Bu günləri bir sual soruşubdu. O suala cavab vermək lazım. Yəni, mən özünə də yazdım ki, əgər hürməsən, cavab rəsmən beləsi yazdım, farsça yazdım beləsinə ki, اگر پارس نکنی مثل بچه آدم سوال بکنی یا نقد بکنی cavab دریافت میکنی. حالا اگر biri söyüş verməsə, ədəblə, mərifətlə soruşursa, ya nəqd edirsə, məsələn mənim bir sözüm var, deyir, mən bunu qəbul eləmirəm, bu dəlillə görə. Adam bir dana video göndəribdi, Azərbaycan Cumhuriyyətində bir televizyon bir dana video göndərib, burada həxamənişiyə görə danışır. Mənə soruşub, əgər siz deyirsiniz ki, həxamənişilər yoxdular, bəs bu nədir ki, Azərbaycan televizyonunda görsədir? Bir sorudur, bir nəqdidir, buna cavab lazımdır. Bir bu ki, əcəba həxamənişilər var ya yox? Bunu gərək əvvəl İranın özündə yazılan tarixlərə baxaq. Yəni, bu coğrafiya ki, bugün İran deyilir. Burada farslar var, türklər var, türkəmənlər var, ərəblər var, bəluçlar var, lorlar var, ciləşlər var, mazənilər var, müsəlman, sünnilər, şiələr, şeyxlər, filanlar, bəhmanlar, yəhudilər, məsihlər, hamısı var. Görək ki, bunlar nə yazıblar həxamənişi dövrüsündən? Ən mühüm kitab ki, yazılıbdır, bilmirik kim yazıb, amma yazılıbdır Firdevsi adına. Firdevsinin Şahnaməsi ki, Təbrizdə ona Qastannamə deyirlər, odur. İndi bu Qastannaməyə, əvvələn Təbrizdə niyə buna Qastannamə deyiblər? Yəni, mən 8 yaşım vardı, gəlmişəm Təbrizə, 8-9. Elə bunu görmüşəm, Qastannamə deyirlər. İndi neçə 100 il ondan qabaq, neçə il ondan qabaq oraya Qastannamə deyirmişlər. Təbrizdə də bir şeyi ağızlarına salsalar, o bir dana bir kökü var. Doğru kökü var. Muntha ələnən deyənmirlər, intiqad eləyənmirlər. Necə ki, indi Cumhur İslamiyə intiqad eləyənmirlər, amma coş düzəltirlər. Təbrizdə belə bir adət var. Əgər qorxusundan, Təbriz demişəm, mühafizəkar bir şəhərdir, təslim olan bir şəhərdir. Bir şey xoşuna gəlməsə, sadəcə onu cırk elər. Bir iş görməz. İndi baxaq görək ki, Təbrizdə nə deyiblər? Təbrizdə bu kitaba niyə deyiblər Qastannamə? Əvvəl gərək bunun dəlilinə bir baxaq görək ki, Təbrizlər niyə buna deyiblər Qastannamə? Məsələn, bir zaman o Mələkuti, Müslüm Mələkutinin zamanında Təbrizdə bir coş çıxartdılar ki, Ayətullah Müslüm Mələkuti deyib ki, bizim Təbrizdə məşğuldur asar-ı bastani düzətməyə. Heç kəs buna fikirləşmədi ki, bu coş Təbrizlilər niyə düzəldiblər? Sonralar yavaş-yavaş kəşf oldu ki, Təbrizdə belə bir şey düzəldirlər. Belə bir başlayıblar Təbrizin yerinin altında, yerin üstündə asar-ı bastani tarixi düzəldirlər ki, sonra bunların üstündən çıxadalar. İndi Təbrizdə niyə Qastannamə deyirlər? Bu bir məsələdir. Pəs Təbrizlərin bir hafizəsi var ki, bu kitab taza yazılıbdır. Necə ki, bu günləri xəbərlərdə gördünüz, indi farslar başlayıblar Azərbaycanın bəzi yerlərində əsidlə ehtimal əsiddir, çünki qazma bu sürətlə olmaz. Gəliblər həxamənişi, daryuşi, tablolar ki, Təxti Cəmşiddə var, onları daşların üstündə həkk elirlər, qazırlar. Yəni, əsidlə mənim nəzərimə qazırlar ki, sürətlə olsun. Birdən sabahları biz gedək görək ki, dünən bu daşın üstündə yox idi, bu günlər var. Bu, bəllidir ki, bir nəfər bunu cəhəl eləyibdir, biz bu daşların hamısını tanıyırıq. İndi əgər dünənəcən bu daşın üstündə bir şey yox idi, bu gün vardı, bəllidir ki, bunu bir nəfər cəhəl eləyir, tarix düzəldir bizə. Ki, sonra gələ o daşa istinad eləyərək, deyək ki, bura, məsələn, həxamənişidir. Belə bir şeylər yoxdur. Bu bir. İkinci məsələ ki vardı, budur ki, heç millət öz tarixin düşünmək üçün ayrı millətlərə müraciə eləməz. Öz millətinə müraciə elər. Mənim tariximi, özümün məntəqəmdə yazanlar nə deyiblər? Ya mənim qonşularım nə deyiblər və hətta mənim qonşu düşmənlərim nə deyiblər? Deyək, farslar var, burada hökumət qruplar həxamənişi. Əvvəl görək farsların öz tarixində yazdıqları kitablar
Həxamənişiyə görə nə deyirlər? Siz bu kitabları ki, İslamdan bu yüzə, çünki İslamdan qabaq kitab yazılmayıbdı. Yazılsa da əlimizə gəlməyibdi. O şeylər də ki, yazılıbdı İslamdan sonra, müsəlmanlar yazıblar. O sertifikatları ki, farslar deyiblər, onları götürüblər, burada yazıblar. Bu, yenə də bunlara baxırsınız, bir şey yoxdur. Gəlirsiniz Şahnaməyə baxırsınız, Şahnamə pişa tarix, yəni qaranlıq tarixdən yazıb, ta gəlibdi sonralara qədər, Sasanilərə qədər, Həzrət Məhəmmədə qədər. Bunlar da heç birisindən Həxamənişidən, Kuruşdan danışmayıbdı. Pəs bu da bu. Görürsünüz ki, o birisi millətlərdəki, məsələn, türklər, ərəblər, bəluçlar, türkəmənlər, qəşqaylar, bunlar da tarixlərində oradan yazmayıblar. Gələk ədəbiyyatına Farsın. Gələk Farsın ədəbiyyatına görürük ki, ədəbiyyatında Hafiz var, Sədi var. Məsələn, bunlar Şirazlıdırlar. Məsələn. Və Sədi, məsələn, dünyanı dolanıbdır. Dünyanı deməsək də heç olmasa bu bizim bölgəni dolanıb, məsələn. Məsələn, bilmirik dolanıb ya yox. Ehtimalə əslən dolanmayıbdır və elə şayət də belə bir adam əslən vücudu yox imiş. Amma deyək ki, var imiş bu adamın vücudu, Hafizin vücudu var imiş və bunlar o məqtədə bu kitabı yazıblar. Çünki onlar bugünkü Tehran ləhcəsi ilə yazıblar. Sədininki biraz fərqlidir, amma Hafiz bugün Tehran ləhcəsi ilə yazıbdır. Ya gərək deyək ki, Fars ləhcəsi 800 ildir, donubdur, dəyişmir. Ya da gərək deyək ki, bu kitab cədidul hədəsdir, yəni taza bir şeydir. Çünki Tehranın ləhcəsi Qacar dövründən bu üzə tapılan bir ləhcədir. Qacardan öncə bu ləhcənin sabiqəsi yoxdur. Yəni bu kitabın, desək belə Qacarın əvvəllərində yazıblar, 230-40 il bunun sabiqəsi olar. Amma yenə də baxırıq o Hafiz ki, Şirazda yaşır, Təxti Cəmşiddən xəbəri yoxdur. Bir dəfə demir ki, burada özü Təxti Cəmşiddə, Təxti Kuruş deyək ki. Tamam, görürük ki, Hafizin də xəbəri yoxdur. Sədi ki, deyirlər dolanıbdır, onun da xəbəri yoxdur. Ondan sonrakıların da xəbəri yoxdur. Görürük ki, bu 100 il bundan qabağacan, yəni Riza Şahdan sonraya, hətta biraz sonraya qədər bir Kuruş adında adam adı yoxdur. Yəni, bir dana kitabda yazmayıblar ki, filan yerdə bir Kuruş adlı bir adam var. Ya bir dana yazar ola, ya bir şair ola, adı məsələn təlxis eləyə özün Kuruş. Ya bir dana, məsələn, Fars dilavər bir adam ola, bu Çulpan kimi, yekə cıra, sonra da deyə yemişəm, bağışlayın, filan şeyə yemişəm. Belə bir şey adamda yoxdur ki, adı Kuruş olsun. İndi baxırıq ki, türklər də bir şey yazmayıblar ki, türklər Osmanlı türkü, ya Azərbaycan türkü, ya Türkəmən Səhra türkü, ya Türkəmənistan, bunlar da bir şey yazmayıblar ki, burada bir Kuruş var imiş. Bu da bir dəlil. İndi bu iki, bəs biz əvvəl tariximizi, öz tariximizi düşünməklə özümüzün yazdıqlarımız tarixə baxacağıq. Düz ya qələt bu tarix bizim tariximizdir. Səfəvilərin tarixi, Səlcuqilərin tarixi, Nadirşahın tarixi, Qacarın tarixi bizim tariximizdir. Burada düz ya qələt yazılan bizim adımıza yazılıbdır. Özümüz yazdıqlarımızı biraz deyərik ki, bu biraz da iğraq olsa, düşmən bizə qələbə eləsə, biz onun əleyhinə təbliğat cəng eləmişik, biraz onu kiçiltməyə çalışmışıq. Əgər biz qələbə eləmişik, biraz yekətməyə çalışmışıq, çox öldürdük, vurduq, əzdik. Bunu biləcəyik ki, belə bir iğraq və təfrit ola bilər. Yekəldə bilirik, şişildə bilirik və azalda bilirik. Buna görə düşmənimizi kiçik görsədək, ya böyük görsədək, cinayəti. Bu ola bilər. Görürük ki, bizim də ərəblərin də, bəluçların da, asarında Kuruşdan bir şey yoxdur. Olsaydı farslar ona istinad elərdilər. Çünki 100 ildir pul xərcləyirlər ki, bunu sabit eləyirlər. Və görürsünüz ki, Təxti Cəmşid adında bir şey əgər olsaydı, niyə Şah zamanı, Məhəmməd Riza zamanı bunu görsətdilər, cəşni 2500 salə tutdular. Riza Şah zamanı tutardılar. Ondan qabaq tutardılar. Qacarın Nasiruddin Şah hər yerə gedibdi, bir dənə səfərnamə yazıbdı. Niyə Təxti Cəmşidə görə bir şey yazmayıbdı? Niyə filan saxtımanı görübdü, ya bulağı görübdü, ya geçini görübdü, ona görə bir şey yazıbdı, amma Təxti Cəmşidə görə yazmayıbdı? Şahın, məsələn, Qacar şahının nə düşmənliyi olardı bir dana bini ilə? Bu da bunu göstərir ki, belə bir şey yox imiş. Ondan da əlavə, əksləri ki, taza mühəqqiqlər qoyublar,
misi purpirar. O görsədir ki, bura bir zəmiymiş. Buranın ortasında bir şey varmış, qalanları zəmiymiş, çondur zəminlisiymiş, nəymiş. Bunları yavaş-yavaş götürüblər, çeviriblər bir divar çəkiblər, içində başlayıblar saxtaman düzəlib, sonra da bunun dövrəsini açıblar, sonra da tık millət birdən burada bir Asar Bastanı var. Dedim, Təbrizdə də bunun nümunələrini indi düzəldirlər də. Gön Kərxanasının Şəhnazın axirində Kəmərbəndi ilə Şəhnazla Kəmərbəndinin orada Azadi deyirlər də, Azadi Kəmərbəndisi. Orada bir Gön Kərxanası var idi. Onu 3 dəfə dəyişdirəndən sonra axır ona gətirdilər, bir dənə tarixi bir şey düzəldiblər. Azərbaycanda belə bir şey yox. Ora Gön Kərxanası idi. Gön Kərxanasının formatı, hər şeyi də bəlli idi. Və o cür saxtaman da orada yox idi. Sonra indi oranın danışığı azad elədilər. 3-4 dəfə oranın karbord deyirlər farsça. Orada bir işlər görəndən sonra gördülər Təbriz milləti bunu qəbul edir. Gətirdilər danışığı azad, hünər nəmənə elədilər. Bu da biri ayrı dəlil. İndi gəlirik bundan ki, Azərbaycanda ya ayrı yerdə. Baxın, bu Təxti Cəmşid dediğiniz, Xamənişi dediğiniz şey filan Bəhman 150 ildən artıq sabiqəsi yoxdur. Yəni dedim, olsa Qacar dövrəsindən olmalıdır. Və bu birinci dəfədə həm o yazıları, həm o nəqqaşiləri, həm o binanı. Biz bunları birinci dəfə xaricilərin kitabında görürük. Yəni ruslardır, almanlılardır, ingilislərdir, fransəlilərdir, amerikalılardır. Bunların kitablarında görürük. Və əksəriyyəti də bunların yazanların bir qovmudandılar. O qovmun da adı Yahudiyyətdir. Əksəriyyəti bu yazarlar. Ki, xaricədə yazıblar, bu neçə məmləkət ad apardım, bunlardan gəliblər, yazıblar. Bunların da onlar yazdıqları olardı. Cəlibdir ki, bu əlifbanı gərək biz özümüz əgər var idi burada, əvvələn gərək biz özümüz bilir. Bizim çobanlarımız hər yerə çıxırlar, niyə ora çıxmamışdılar? Onun, bunu mən Günas TV-dən neçə dəfə danışmışam, onun o daşı şey eləyiblər, saf aldıblar. O saf bugünkü bir dəstgahla olubdu. İndi farsça səngi təraşi deyirlər. Bir dəstgahla ki, neçə dana dəstgahdır, müttəhidül dairə, müttəhidül mərkəz bir şeydilər. Dəstgahdır, belə işləyirlər neçə yerdən. İndi işə çağırırlar, getmək olacaq, amma çox qıssa deyim, bunu qutarım bu bəhsi. Görürük ki, onu orada düzəldiblər, bu orada. İndi görürsünüz ki, bunların hamısı, o yazıları xaricilər tapıblar. Bizim öz millətimiz tapmayıblar. Bir belə müsafirətə gelib gedənlər var, kərvanlar var, filanlar var, bunu görməyiblər. Yəni, bu qədər ağapmanda bir millət ola bilməz ki, orada görə bir şey vardı. Və o yazını gərək biz biləydik. Çünki bizim dilimiz, məsələn, bu məntəqənin millətinin birinin diliymiş. Heç olmasa gərək onu biləydilər. Onu oxumağında filanında, bu da yoxdur. Görürük ki, bu da bizim məntəqədə kökü yoxdur. Hangi dil burada var? Bunun bir kökü var. Türklərin bir Urxun deyə əlifbası var, onun bir kökü var. Oxuyanlar da oxuya bilirlər. Amma onun, məsələn, kökünü heç kəs bilmir, heç kəs də oxuyanmır. Xaricəlilər tapırlar, xaricəlilər oxurlar, xaricəl. Bəs bəllidir ki, burada xaricəlilərin biləri vardır. Və cəlib budur ki, bu məqtəi tarixidən keçən 150 ildə yazılan kitablarda fəqət bu deyilir. İndi İranın nəft və qaz pulu ilə dünyada bunu və xaricilərin kitab yazmağı ilə bunu dünyada bir şeyə çeviriblər, bir varlığa. Necə ki, dünən dedim, Persiyən adında bir millət yoxdur tarixdə, Pers adında. Bunlar da taza yazılmış, yenə dedim, Avropalılar, Amerikalılar yazıblar. Bizim özümüz yazdığımız kitablarda, yəni bu məntəqədə yazılan 200 il bundan qabaqçı, 300 il bundan, 500 il bundan qabaqçı kitablarda Pers adında bir millət yoxdur. Amma onlar bir dənə millət düzəltməyə çalışıblar. Geçən 150 ildə, 100 ildə hətta deyək, 150 il deyək əslən. Bunlar düzəldiblər, bir dənə millət düzəltməyə çalışıblar. Bunun propagandası olub, kitabı olub, məqaləsi olub, ruznaməsi olub, filan olub, film düzəldiblər, serial düzəldiblər. Bunları ümumiləşdiriblər. İndi Türkiyədə və Azərbaycan Cumhuriyyətində də eyni dünyaya tay və eyni İranlılara tay. Buna inanırlar ki, orada belə bir şey var imiş. Çünki onlar o kitablara, o filmlərə, o sənətlərə baxırlar da ki, əldədir. Bunu sual eləyə bilmirlər ki, bu qabaqcan var idi, yox idi. Azərbaycanda, Türkiyədə yayılması, indi Türkiyədə fars dilini daha çox güclü bilirlər. Çünki nəzərlərinə gəlir ki, çox güclü bir şeymiş. Çünki bir propaganda var bunun dalısında. Bir sistemi siyasi, iqtisadi dünyada, hətta beynəlmiləl bu nəf gücü ilə burada bunu qəbul elətdiriblər.
Buna dəlil deyil ki, düzdür. İndi biz burada şək yaradırıq. Necə ki, dünyada elmi fərziyyələr var idi. Hamı qəbul eləmişdi. Bu günləri deyirlər ki, yalandır, düz deyil. Yerinə ayrı fərziyyələr verir. İndi də onu dünyanəcə millətlərə nəft pulu ilə, qaz pulu ilə qəbul elətdirmişlər. UNESCO-ya qəbul elətdirmişlər, ora bura. İndi millət yavaş-yavaş öz içimizdən yenə də başlanıb bu. Baxın, xaricilər şək eləməyiblər. Bunu elə bu millətin, bu coğrafiyanın içindəki yaşayan insanlar özləri bu günləri ağılların salıblar işə, tarixə bir baxıblar, sənədlərə baxıblar, o şeylərə baxıblar, görüblər ki, yox, bunlar olası bir şey deyil. Niyə bunun dibi betondur? Niyə bunun səqfi yoxdur? Niyə bunun divarları yoxdur? Sualdır bu. Bu saxtaman yıxılıb. Deyək ki, Moğollar gəliblər, hər şeyi dağıdıblar. İslamlılar gəliblər, hər şeyi... Tamam, bunun divarı ki, ya yeməyiblər, yeməli deyildi ki. Bilirsiniz, bu məntəqənin memari şəkli şeydir. Torpaq, daş, ət torpaq, ya bişmiş kərpiç torpaq. Yəni, memarisi budur. Bu nə yeyiləndir, nə də atla, qatırla daşıyıb, sirvət də daşıyırlar. Çünki, məsələn, buradan Moğolistana kərpici niyə daşısınlar? Moğolistanda kərpiç yoxdur, daş yoxdur, ya nə mənə yoxdur. Ya ərəblər məsələn buradan Məkkəyə niyə daşırsınlar? Məsələn Məkkədə niyə yeyəcəklər? Orada daş yoxdur, kərpiç yoxdur, ya nə mənədir məsələn. Bəs bunlar üzərində bir suallar soruşulur. İndi bunu Azərbaycan Cümhuriyyətində soruşmurlar. Çünki onlar bu coğrafiyaya yaşayıb bu coğrafiyanın dilin kitablarını oxuyanmırlar. Bunlar elə o dünyada yaranan propaganda üzü ilə fikirləşirlər. Deyirlər, bu okey, filmi qoyurlar, orada bir həxamanişi var imiş. Ya Türkiyədə danışırlar, İslam belə, İran 5000 ildir bu məntəqənin coğrafiyası dəyişməyibdir. Farslar özlərinin belə iddiası yoxdur. Amma dünyada bir təsəvvür yaradıblar. Təbliğat və pul əsərində kitablar yazılıb, milyonlar cələsələr qoyulubdur. Danışqahlarda milyonlar dolar şey veriblər, danışqahları kömək eləyiblər və bu köməkliklər müftə deyil. Bunu görür ki, sən bu həddə bir kitab yaz. Sən bu həddə bir seminar qoy, sən bu həddə bir dövrə qoy, sən bu həddə bir zehniyyət yarat. Onlar da gəliblər, həman yəhudilər dəvət eləyiblər, gəliblər danışqahlarda kuruşşinasi, həxamanişi şinasi, zəbanşinasi, Bağistani, İran Pəhləvi falan bunları danışırlar. Və bunlardan bir beynəlmiləli bir atmosfer yaradıblar. Eyni dedim, tamam teorilərə görə ki, tamam nəzəriyyələrə görə, fəlsəfədə, elmidə var idi, yalan idi, sonra üstü açılıbdır. İndi də görürük ki, bu da yalandır, üstü açılır. Sağ olun dostlar, təşəkkür edirəm, yaşayasınız, sağ qalasınız.